Mən Hökümə xanım, qardaşım Aliyev Məzahir Şahniyar-oğlundan danışmaq istəyirəm. 2025-ci ilin avqustun 17-sində qəflətən qardaşım rəhmətə getdi. O, Yazıçılar Birliyinin üzvü, şərqşünas, Quranı xətm eləmiş, tarixçi bir insandır. 30 kitabın müəllifidir. Canını, başını, həyatını, hamısını həyatına, torpağına, vətəndən qurban verirdi. Bütün Qarabağımızı qarış-qarış gəzirdi. Hər izini, hər cığından danışırdı. Bütün şəhidlərimizin, o qədər şəhidlərimizə kitablar yazıb, şəhid anaları gəlmişdi, hamısı onun yasından hüzuruna. İşıqlandırırdı şəhidlərimizi, kəndimizin yaşlı adamlarına, iş adamlarına. Hamıya can yandırırdı qardaşım. Və onun bu gözəl bir şeiri var, həmişə mənim yadımda qalır. Bunu qardaşımın şərəfinə demək istəyirəm. Deyir, ağlayar, qan, yaş tökər, ömrü boyu dünyada, şadlanmağı, sevinci, gülməyi bacarmayan, xəzinə üzərində otursa da nə fayda, bir parça çörəyini bölməyi bacarmayan, qurmaq üçün yaranan uçurarmı, sökərmi, mərd oğul yağların önündə diz çökərmi, millət, vətən, el, oba, yurt qeyləti çəkərmi, bir yetimin yaşını silməyi bacarmayan, ay Məzahir, qur yarat, qiyməti zaman verər, Göyçə, Şuşa deyəndə yaralarım qan verər, düşmən əsarətində kölə kimi can verər, azadlığın yolunda ölməyi bacarmayan. Allah prezidentimizin canını sağ eləsin, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah təala can sağlığı versin. Biz zəfər bayramını, zəfər olanda, Azərbaycan qalib olan vaxtı, qardaşım o qədər sevinirdi ki, onun sevincinin həddi hüdudu yoxdur. Bu zəfər bayramlarına yaxşı kitablar yazdı. Hələ 2 kitabı da qalıb kompüterin içində. Onları başa çatdıra bilmədi sahiblərinə. Əcəl vaxtsız gəldi, getdi. Allah bütün hamının ölənlərinə rəhmət eləsin. Eyni də bizim ölənlərimizə rəhmət eləsin. Qazilərimizə çoxlu can sağlığı arzu edirəm. Və prezidentimizdən də həmişə xahiş eləmişəm, yenə də eləyirəm ki, qazilərimizə əl tutsunlar. Çünki bu torpağın, bu vətənin azadlığı, birliyi hamısı onların sayəsində olub, şəhidlərimizin sayəsində olub. Mən hamıya minnətdarlığımı bildirirəm.